Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 3 iyul 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Tərməz. Qəzetimizin bugün olan buraxılışı 20 səhifədən ibarətdir. İlk səhifəmizdə Prezident İlham Əliyev 30-cu Kaspian Oil and Gas, 13-cü Kaspian Power sərgilərinin və 30-cu Bakı Enerji Forumunun rəsmi açılış mərasimində iştirak edib başlıqlı yazı yer alıb. İyunun 2-sində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Expo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu yubiley Beynəlxalq Xəzər Neft Qaz sərgisi Kaspian Oil and Gas, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi Kaspian Power və 30-cu yubiley Bakı Enerji Forumu rəsmi açılış mərasimində iştirak edib. Bu yazımızın davamı isə 2-ci səhifədə yer alıb ki, ətraflı tanış olmaq üçün söz gedən səhifəmizə baxa bilərsiniz. 3-cü səhifəmizdə isə Bakı Enerji Həftəsi ilə bağlı dövlət və hökumət başçılarından gələn təbriklər yer alıb. Qəzetimizin 4-cü səhifəsində də Prezident İlham Əliyev 30-cu Kaspian Oil and Gas, 13-cü Kaspian Power sərgilərinin və 30-cu Bakı Enerji Forumunun rəsmi açılış mərasimində çıxış edib başlıqlı məlumatın davamı yer alıb. Prezident İlham Əliyev Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirini, Pakistanın Neft Nazirini, Səudiyyə Ərəbistanın Aqua Power şirkətinin təsisçisi və direktorlar şurasının sədrini, həmçinin ExxonMobil şirkətinin vitse-prezidentini qəbul edib. Bu məlumatlar isə 5-ci səhifəmizdə dərc edilib. Qəzetimizin 6-cı səhifəsində Prezident İlham Əliyev mini futbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Başlıqlı məlumat yer alıb. Bildirilir ki, iyunun 2-sində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş mini futbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Dövlətimizin başçısı görüşdə çıxış edib. Azərbaycan Respublikası Prezidentinin fərmanı, Azərbaycan Respublikasının qanunu isə 7-ci səhifəmizdə dərc edilib ki, ətraflı tanış olmaq üçün bu səhifəmizə nəzər yetirə bilərsiniz. Dünyanın enerji nəbzi Bakıda döyünür başlığı ilə isə 8-ci səhifəmizdə yazı yer alıb. Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən Bakı Enerji Həftəsi 30-cu dəfə keçirilir. Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Bir millət, iki dövlət, qardaşlıq zirvəsi. Bu maraqlı yazı isə 9-cu səhifədə dərc edilib. 3 iyun 2023-cü il qardaş Türkiyə Cümhuriyyətinin siyasi salnaməsinə qızıl hərflərlə yazıldı. Həmin gün Türkiyə xalqının iradəsi ilə yenidən ölkə prezidenti seçilmiş Rəcəb Tayyip Ərdoğanın təntənəli and içmə mərasimi keçirildi. Bu mərasim Türkiyənin yeni əsrə, Türkiyə əsrinə qədəm qoymasının, regional və qlobal güc mövqeyini daha da möhkəmləndirməsinin, eyni zamanda Türk dünyasının birliyinə və həmrəyliyinə verilən önəmin təntənəsi idi. Azərbaycanla Çin arasında strateji əməkdaşlıq kontekstində sinerji xətti başlığı ilə 10-cu səhifəmizdə maraqlı bir yazı yer alıb. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mövcud münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoymuşdur. Xüsusi qeyd olunmalı hadisələrdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 22-24 aprel tarixlərində Çinə rəsmi dövlət səfəri olmuşdur. 2025-ci il mayın 29-da Şincan Uyğur Muxtar rayonunun Tianshan rəsmi saytında Respublika qəzetinin baş redaktoru Hümbət Musayevin Azərbaycan və Çin ortaq dəyərlər əsasında yüksəlmiş strateji tərəfdaşlıq adlı məqaləsi yayımlanmışdır. Məqalə eyni zamanda ingilis və rus dillərində də dərc edilmişdir. 30 illik etibarın, əməkdaşlığın və uğurun təntənəsi. Bu yazıda 11-ci səhifədə yer alıb. 1994-cü ildə imzalanmış əsrin müqaviləsindən sonraki illərdə qaz ixracı, strateji boru kəmərlərinin çəkilişi, beynəlxalq əməkdaşlıq və nəhayət bərpa olunan enerjiyə keçid planları ilə ölkənin enerji siyasəti tamamilə yeni mərhələyə çıxdı. Əsrin müqaviləsi ölkənin iqtisadi müstəqilliyinin və regional enerji sahəsində söz sahibi olmasının təməlini möhkəmləndirdi. 12-ci səhifəmizdə günün siyasi nəbzi tutulub. Bu səhifədə 100 illik xəyal gerçəkləşib. Türkiyə yeni aviasiya bazası qurur başlığı ilə məlumat dərc edilib. Türkiyənin texnoloji və hərbi sahədəki yüksəlişi son illərdə dünya gündəmini zəbt edən əsas mövzulardan biridir. Bu yüksəlişin mühüm simvollarından biri də Tomtaş təyyarə fabrikinin 100 ildən sonra yenidən fəaliyyətə başlamasıdır. Türkiyənin ilk hərbi aviasiya sənayesi təşəbbüsü olan Tomtaş təkcə texniki yenilənmə deyil, həm də bir tarixi ədalətin bərpası kimi qiymətləndirilir. Keçmişə hörmət və ehtiramın, bugünə dəyər və güvənin, sabaha inam və əminliyin rəmzi.
Bu yazıda 13-cü səhifəmizdə dərc edilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi təkcə ali təhsil müəssisəsinin tarixini əks etdirmir. Bunu bütövlükdə Azərbaycan ali təhsil sisteminin, fundamental iqtisadi düşüncə məktəbinin və elmi, innovativ inkişafın mühüm mərhələsi hesab etmək olar. Azərbaycan Dövlət İqtisad Universitetinin bu əlamətdar yubileyi ötən 10 illiklər ərzində görülən işlərin, əldə olunan elmi nailiyyətlərin və formalaşmış intellektual mirasın dəyərləndirilməsi ilə yanaşı, universitetin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Yeni siyasi xəritənin dayaq nöqtəsi başlıqlı yazı 14-cü səhifəmizdə hadisələr kontekstində rubrikasında verilib. İşğaldan azad olunmuş ərazilərdə Şərqi Zəngəzurun strateji mərkəzində yerləşən Laçında ölkənin 9-cu, Qarabağın isə sayca 3-cü beynəlxalq hava limanı, Laçın beynəlxalq hava limanı təntənəli şəkildə istifadəyə verildi. Bu Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi suverenliyinin regional gücə çevrilməsinin bariz təcəssümüdür. Qəzetimizin 15-ci səhifəsində rəylər və mülahizələr hissəsində yeni geosiyasi nizamın bələdçisi başlıqlı yazı yer alıb. Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli formatı İslam dünyasında yeni inteqrasiya modelinin konturlarını yaradır. Bu model Qərb və Şərq blokları arasında alternativ güc mərkəzi kimi irəli çıxır. Zirvə görüşü eyni zamanda Ermənistan və onun regional havadarları üçün də ciddi mesaj xarakteri daşıyır. Azərbaycanın 2-ci Qarabağ müharibəsində ərazi bütövlüyünü bərpa etməsi və bu zəmin üzərində regional əməkdaşlıq platforması yaratması Ermənistana açıq şəkildə bildirir. Sülh alternativsizdir. İkitərəfli əlaqələr qarşılıqlı etimada əsaslanır başlıqlı məqalə isə qəzetimizin 16-cı səhifəsində dərc olunub. Azərbaycan-Ukrayna hər iki ölkə 20-ci əsrin sonlarında müstəqilliklərini bərpa edərək suveren dövlət quruculuğu yolunda çətin, lakin şərəfli mərhələyə qədəm qoymuşdur. Azərbaycan və Ukrayna zaman keçdikcə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığını dərinləşdiriblər. Minalar ciddi təhlükə mənbəyidir başlığı ilə yazı 17-ci səhifədə dərc edilib. Qarabağ torpaqları işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri, yollar minalardan təmizlənir və bu proses hər gün davam edir. Mina təmizləmə işləri Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. 18-ci səhifədə Hayastanda kapitulyasiya ritorikası, müxalifətin Paşinyana qarşı təzyiqləri artır başlığı ilə hadisələr kontekstində məqalə yer alıb. Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan ətrafında cəmləşmiş müxalif blok üçün Paşinyan həm də milli düşməndir. Onlar üçün Qarabağ məğlubiyyətinin səbəbkarı Paşinyandır və bu fiqurun uğur qazanması öz növbəsində onların tarix irsini və siyasi iddialarını da məhv edəcək. 19-cu səhifəmizdə isə ötən günlərin əhəmiyyətli məlumatları yer alıb ki, onların başlıqlarını diqqətinizə çatdırırıq. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün master-klass təşkil edib. Tərtərdən xəbər. Problemlərin həlli sakinləri razı salır. Hərbi xidmətlə bağlı məlumatlar MyGov platformasında. Qubada Aqrar Biznes Festivalı. Qəzetimizin son səhifəsində isə Ankaradan xəbər yer alıb. Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibəti ilə konsert başlıqlı məqalə burada dərc edilib. Beləliklə son səhifəmiz həm də hava haqqında məlumatla yekunlaşır. Bizim də sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.